aşıqlarımız öz mühitinin, öz rayonunun, öz çevrəsinin aşıqlarını təbliğ eləmir. Həm də bu ildən o ilə aşıq sənətinin təbliği yayılmaqdadır. Gözəl bir qonağımız var. Uzaqdan gəlib, çox xoş gəlib. Gədəbəydən gəlib. Aşıq Hüseyin Saraslı sədasına gəlib. Gədəbəy Aşıqlar Birliyinin sədri Vüqar Şamilov bugün bizimlədir və Balabandonu müşahidə edəcək Tahir İskəndərov. Buyursunlar, söz onlardadır. Çox sağ olun, salamlayıram mən də hər kəsi. Varlığa bəzəkdir könül, sadəlik, sən onu özünə bir adət eylə. Yamandan kənar gəz, yaxşıya dost ol, əhd-i peymanına sədaqət eylə. Bir söz deyib bizə gözəl atalar, ömür amanatdır, yaxşılıq qalar, nə qədər əlində imkanın var, imkanın çatınca mərhəmət eylə. Bayram əli ağıl kəsir, göz görür, bu zamana müxənnətən üz görür, onsuz da xoş günü dələ duz görür, sən yüz mümin ol, ibadət eylə. Bəli, mənim əzlərim, qulluğunuza hardan ərz eləyim, Aşıq Ələsgərin Ağbaba mahalına səfərindən Güllü Bulaq kəndinə. Aşıq Ələsgəri Seyidlər Aşıq Ələsgərlə dostuydu, həm də qohumluqları vardı. Aşıq Ələsgəri Güllü Bulaq kəndinə dəvət edirlər. O vaxtda belə idi ki, 50 ilə aşıq gələndə cəmaat yığılardı, aşıq dastan deyərdi, ona deyrən yığardılar. Və bu əhvalat kör nəsrə çatır, bu kənddə şəs bir aşıq olubdu. Nəvəsinə deyir, oğul, məni apar, görüm, Aşıq Ələsgər, Göyçəli Aşıq Ələsgər gəlib deyirlər, onun bir yayını yoxlayacağım. Gətirirlər Aşıq Ələsgərin məclisi olan yerə, Nəsib qıraqdan dinləyir, görür ki, nə yaxşı saç çala bilir, nə də o qədər xoşa gələn səsi yoxdur. Nəvəsinə dedi ki, oğul, get mənim sazımı buraya gətir. Bəli, Aşıq Nəsibin sazını gətirdi nəvəsi, Aşıq Ələsgər qaylan çəkməyə oturmuşdu, çay içməyə. Aşıq Nəsib sazınla bir yerdə Aşıq Ələsgər olan məclisə girir, Süleyman Oxda. Dedə, gəl görüm haradasan, bu saz sənin ağzına beçə balı verəcəm, şirin olacaq, amma dalı zəhər olacaqdır. Görək bu yerdə Aşıq Nəsib, Aşıq Ələsgərə qəhrəman havasından nə deyir, Aşıq Ələsgər nə işidir? Aşıq gəlibdi Güllü Bulağa, xoşa gəlmir nə avazı, nə səsi, heyf ki görmürəm boy büsatını, deyirlər Seyiddir ağır nəfsi. Aşıq Ələsgər qalxdı yerindən, ay qağa, nə hayküydü salıbsan, söz deyim qoy sözünə cavab olsun. Fəhmi çora verib, zehni müstəlik, Allahın zəllə budur müjdəsi, mərdi mərd öldürsə intizar qalmaz, şişə dəyməsin namərd gülləsi.
Nəsif çox aşklarla açın meydanı, dar edib başına bu gen dünyanı, müsafirdir verin payı devranı deyən çoxdur, nəticəsi nəvəsi. Bəli, söhbət çoxdur, amma vaxtımız azdır. Ona görə Aşıq Nəsif qabağa düşür, Aşıq Ələsgərin sinəsində sazı onu bağlama deyir. Səndən xəbər alım Aşıq Ələsgər, o neçədir sənətindən xəbər ver, neçə 9 bir-birinə bağlıdır, nə oxunur xilqətindən xəbər ver. Al cavabım deyim, ay Aşıq Nəsif, bir oxunur 9 sazlı qabaqda, 4-9 bir-birinə bağlıdır, bir oxunur xoş avazlı qabaqda. Bəli, Aşıq Ələsgər bağlamanı açır və cəmaət ellik deyir ki, qoy bu dəfə qabağa Aşıq Ələsgər düşsün. Bəli, Aşıq Ələsgər Aşıq Nəsibin qaylarını ona bağlama deyir. Bir əjdaha gördüm, təəccüb eylədim, ən şirin meyvəsi zəhərdir onun. Bir bulağı var, 2 cür suyu, yarı ağıdır, yarı zəhərdir onun. Bu bağlamanı deyir, Aşıq Ələsgərin bağlamasını Nəsif aça bilmir və deyir, sözü tamama qədər yetir, üst bənd bağlamadır, bağlamanı deyir, amma Nəsif aça bilmir. Aşıq Ələsgərin qalxır, əlindən, ayağından öpür, üzür istəyir, deyir, Aşıq Ələsgər, mən elə bildim ki, sən tülkü doğuşan aşıqlardansan. Yox, elə deyilmiş. Sən necə var, eşitdiyim kimi var imişsən. Bərək Allah sən kəmalına, sənətinə və deyir, səndən bircə ricam xaişim odur ki, xaiş edirəm, bu əhvalat burada qalsın. Dedə başına dönüm, sən nə danışırsan? Burada görək Aşıq Ələsgər Göyçəgülü havasından Aşıq Nəsibə dediyi bir nə eşidirik? Sataşmaktan eğdim seni, bana sataşmaktan eğdim seni, gelmedi yazga, gör başa basmış yerde inanır, Mənə sataşmaqda nə idi məqsədin? Gətirmədinmi yadına, kör başı batmış. Əgər 9-dan danışdın, xəyalım çaşdı, gətirdin gözümə, tor başı batmış. Mənimlə başladın əl-bə-əl cəngə, əl attın silaha, topa, tüfəngə. Dəryanın dibində gəzən nəhəngə, heç atarmı naşı, tor başı batmış, əbalamancı. Bunu Göyçəgülündən oxuduq, havanı dəyişirik. Tapşırma bəndini Güngül şərlə deyirlər, buna Göyçəgülləməz deyirlər.
Ələsgərə verdim çətin sualı, bir andaca dəyişdim onun əhvalı. Söyləyəcəm bilsin bütün Göyçə mahalı, yaman tətmişdi məni kör başı batmış. Aşıq Ələsgər qayıtdı ki, oğul, yaxşı aşıqsən, amma hayf ki, ustad görmürsən. Bir də ağlında qalsın ki, xasiyyətini bilmədin, atın dalına keçmə. Bəli, hamı alqışladı Aşıq Ələsgəri. Aşıq Ələsgərə bu məclisdən bir yüyənli, yəhərli, bir gözəl at bağışladılar və Aşıq Ələsgərə gözəl dövrə yığdılar. Hörmətlə, izzətlə Göyçə mahalla yola saldılar. Və məclisimiz mübarək olsun Aşıq Hüseyin Saraslıya və sizlərə can sağlığı versin Hüseyin Saraslıya. Onun sənəti, boyu, sənəti nə qədər sazı, sözü yaşayır. Allah sizlərə o qədər də ömür versin. Çox sağ olun, var olun. Çox sağ olun, çox təşəkkür edirik. Bayaqki gözəl alqışlar da sizin idi. Sağ olun, var olun.